İslam dünyasında qadınlar bayramı var. Bəli, qadınların bayramıdır. Nə vaxtdır? Peyğəmbərin əziz qızı, bütün dünya və axirət xanımlarının ən üstünü və behişt xanımlarının ən üstünü Fatimə-i Zəhra salamullahi aleyhanın mövlud günüdür. Ən üstün qadın odur. Onun ad günü də, onun mövludu da qadınlar bayramıdır. Mən bu münasibətlə qadınlarımızı, analarımızı, bacılarımızı və qız övladlarımızı xüsusilə təbrik edirəm. Allah Teala'dan onlara Fatimə-i Zəhra salamullah əleyha kimi həyat sürüb, yaşayıb və bu dünyadan köçməyi Allah Teala'dan arzu edirəm. Onlara sözüm budur. Fatimə-i Zəhra salamullah əleyhanın həyat yoldaşı Həzrət Əli əleyhissalamın sözünü deyirəm. Xanımlar, eşidin, Həzrət Əli sizin haqqınızda belə deyir. Qadınlar güldür, qəhrəman deyil, gül deyil. Güldüsə xoş ətri olar, güldüsə gözəl olar, güldüsə baxımlı olar, güldüsə hər adamın əlinə verməzlər, güldüsə onu əzizləyərlər, güldüsə onun yerə bağbanı olar, bağban yerə onu qoruyar. Gəlin qadınlarımızı qoruyaq, gəlin qadınlarımıza dəyər verək və elə buna görə də mən o qadınlarımıza Həzrət Əli əleyhissalam buyurduğu kimi gül olmağı arzu edirəm. Nəinki onları yeri olmayan qəhrəmanlıq kimi görməyi. Əlbəttə, yeri gələndə qadın Zeynəb salamullahi aleyha kimi qəhrəman da ola bilər. Amma əslində isə qadını gərək kişilər dəyər versin. Və sonda özümə borc bilirəm bu günləri. Təəssüflə qeyd etməliyik ki, biz xanımların bayramını qeyd edə-edə bizim bir neçə xanımlarımız Fatimə-i Zəhranın hicabını taxanlar salamullahi aleyha həbsdədirlər. Onları da buradan təbrik edək. Onları da o zindanda bu bayramı qeyd etməklərinə təbriklərimizi çatdıraq. Amma təbriklərimiz fərqli olacaq. O da budur. O xanımlar ki, xanım Fatimə-i Zəhra salamullahi aleyhanın hicabını qoruyurlar. Bugün haqqı deyib həbsə düşüblər. O xanımların dəyəri gül olmaqdır, həbsxana deyil. Çox təəssüf olsun ki, bugün onlara həbsxana şəraitində təbrik deyirik. Allah Teala bizləri xanımların qədrin bilənlərdən, xanımlara dəyər verənlərdən qərar versin.